11 sifrə dəstək məqsədi ilə belə bir son izahına baxaq. Deyir bizə A-nın qiymətini tap. Burada biz sinus 75-in əvəzinə 90 çıxılsın 15 yaza bilirik. Biz bilirik ki 90-dırsa pi bölünsün 2-lərin sayı təkdir. Onda adı dəyişəcək. Sinus olacaq kosinus. Sinus 90 çıxılsın 15 birinci rübdür. Sinus birinci rübdə müsbətdir deyə işarə olur müsbət. Onda sinus 75 ya da kosinus 15-ə bərabərdir. Onda biz burada alırıq ki A bərabərdir 16 üstündə kosinus 15 sinus 15 bərabərdir. Biz burada 16-nın əvəzinə 4-ün kvadratı yaza bilərik. Onda nə olacaq? 4-ün kvadratı kosinus 15 sinus 15. Bu bizə düstur verir. 2 sinus alfa kosinus alfa. 2 sinus alfa kosinus alfanın düsturu sinus 2 alfanı verir. Onda olacaq 4 üstündə sinus 2 alfa. Alfamız neçədir? 15 dərəcə. 2'ye vursaq 30. Deməli neçə olur? 4 sinus üstündə 30. Biz bilirik ki bu da eləyəcək 4 üstündə sinus 30 nə deməkdir? 2'də 1. 4 üstündə 2'də 1. 4 üstündə 2'də 1 də kök altında 4 deməkdir. Onda cavabımız olacaq 2. Bizdən A'nın qiymətini soruşur. Cavab olur 2. B variantı.